Salam əziz və dəyərli internet tamaşaçılarım. Mənim bugün qonağım Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov. Elnur, mən doğrudan sevinirəm ki, sən bugün mənim bu verilişimə gəldin. Niyə? Mən əslində bilirsən niyə çox sevinirəm? Bizim nəslin aktyorları bir-birimizlə yaxşı münasibət bəsləyir. Yəni, mən heç yanda eşitməmişəm ki, bizim nəslin aktyorları desin ki, Elnur pis aktyordur, ya nə bilim, İlham pis aktyordur. Bizdə belə bir şey yoxdur, amma bizdən əvvəlki nəsillərdə var. Bax, buna münasibətin necədir? Məsələn, tamaşasında belə bir söz var idi, Əli Əmirlinin müəllifi olduğu. Deyir ki, Tağıyev digər bir qəhrəmana deyir ki, Murtuza Muxtarova. Deyir, mənim qəlbimə şeytan girməyib ki, pisi görüm. Görünür, bizim qəlbimizə şeytan hələ girməyib. Ona görə biz ancaq yaxşını görürük. Mənə belə gəlir ki, heç vaxt bizdə olmayacaq. İnşallah. Mən inanmıram ki, belə bir şey olsun. Nə var yaradıcılığında? Hal-hazırda bildiyin kimi Bir Ailəm Var. Xəzər televiziyasında yayımlanan Bir Ailəm Var serialında çalışıram. Gərgin işlər gedir. Bax, elə indi də çəkilişimiz bitib. Səninlə burada söhbət edirik. Orada ana rolunu oynayıram. Serialdan deyim ki, kollektiv süperdir. Mən gözləmirdim belə olmağını. Bir il keçib, artıq biz mövsümün sonuna yaxınlaşmışıq. Sabah yox, bir gün bizim sonuncu çəkilişimiz olacaq bu mövsümə görə. İnşallah gələn illərdə olmalıdır. Heç kim ayrılmaq istəmir. Kimin ki çəkilişi yoxdur, yenə gəlir məkana, çəkiliş meydançasına. Hər şey yaxşıdır. Teatrda işlərimiz var. Sonuncu işimiz oldu Topal Teymur, Hüseyin Cavidin, Mehriban Əkbərzadə qurmuşdu. Onun əvvəl Nicat Kazımovun çox maraqlı bir işimiz oldu. Baxmışdım Kölgə tamaşasında. Kölgə, orada yəqin məni tanıyanlar bilir, mənə tam aid olmayan xasiyyətimə, özümə, görünüşümə aid olmayan. Günə çox uzaq getmə ya. Günə yaxın gəl. Çünki balaca şərik və eşidilməz. Mən baxdım o rolü və ümumiyyətlə elə rollar sən xoşlayırsan bu oynamaq. Nə qədər sənə uyğun olması da mənə şəxsən ləzzət eləmir elə rollar. Mən ləzzət elədi, eləmədi. Əgər rejissor mənə onu həvalə edibsə və rejissorumuz Nicat Kazımov kifayət qədər ağıllı, savadlı və işləri mükəmməl olan bir insandır. İndi yadıma düşür rolun çox qəribədir ki, orada sənin saqqalının elə qalmışdı. Axırıncı tamaşada saqqalım qalmışdı, o da nəyə görə? Çəkilişə gəlmişdi. Rejissorumuz Rüfət dedi ki, axşam davamlılığı var, ona görə mən üzümü qırpmamalıydım. Amma görürsən Eurovision'da elə Conchita'nın saqqalı, yəni mən elə bildim ki, onunla bağlı oldu. Yox, Allah eləməsin Conchita. Yox, başa düşdüm, yəni ki, haradasa gedirdi. Elnur, ümumiyyətlə, bilirəm ki, sənin də yaşın normal bir yaşdır. Nə üçün bu vaxta qədər evlənmirsən? Yəni, bunu çox tamaşaçılar... Bu vaxta qədər, yox, heç bundan sonra da bəlkə evlənməyəcəm, mama bunu eşitməsin. Yox, eşitməz, yəni baxmaz. Bundan sonra da, bilmirəm, nəsə o barədə heç düşünmürəm. Yalnız iş barədə düşünürəm. Bəs təklikdən necə, qorxmursan ki? Yox, mən təklik üçün ölürəm təklik üçün. Yəni, mən çalışıram çox vaxt tək qalım. Evdən də əlavə tək bir ev var, orada yaşayıram. Yəni, təklik mənim həyatım. Mən təkliyi sevirəm. Bəs indi hələlik təklik sənin həyatındır, bəs sonra? Sonra yəqin ki, indi 28 yaşım var, yəqin ki, zamanı gələndə mən də evlənəcəm, digər yoldaşlarım kimi, Elnur Kərimov kimi, mənim də gözəl bir balam olar. İnşallah. Elnur, çaşdırdın məni, qoydun, operatorlarım değişdi. Operatorlarımız değişdi. Ona görə biraz çaşdım. Elnur, bəs ümumiyyətlə teatrda sizin o yaşlı nəsil aktyorları bu yaxınlarda, bax, bir aktyoruz, yəni o çox xoşuma gəlmədi o söhbəti. Əli Nurun, yəni qalmaqalı və onun, buyur. Əli Nuru, yəni Əli Nur da bizim dəyərli sənətkarlarımızdan biridir. Əli müəllimi Əlibala Nuruydu. Onu bu səviyyəyə çatdıran insanlar olur. Yəni, bu dəqiqə bizim hər birimiz o problemi yaşayırıq. Bu dəqiqə az dramanı zəbt edirlər. Az drama bu dəqiqə, bu söz çox işlərilir, yuğulaşıb. Yəni, inşallah bu şeylər təmizlənəcək, hər şey öz yerini tutacaq. Bu müvəqqəti bir şeylərdir. Yəni, Əli müəllim də onun davasını edir, mənim özüm də, mənim gənc həmkarlarım da. Yəni, biz bu yolda inanıram ki, qalib gələcək. Yox, qalib də biz birləşirik. Yəni, o deyir ki, belə bir misal var ki, yatmış aslandan qorx. Yəni, biz indiyə qədər bəzi şeylərə görə sustuq, amma
Amma bundan sonra biz susmayacağıq. Bütün haqsızlıqlara cavab verəcəyik bir şəkildə. Kimliyindən asılı olmayaraq biz o şeylərə cavab verəcəyik. Sən mənim üçün yeni bir açılış elədin. Yəni mən səni həmişə Yəni çoxları elə bilir ki, yox, mən heç də sakit deyiləm, Gülçin Məqrəbdir. Çoxları elə bilir ki, Azdramanın gəncləri bir çox şeylərə göz yumurlar. Yox, əslində sadəcə mehribançılığa görə göz yumur. Heç də elə deyil. Yəni artıq son günlərdə bəzi insanların o savadsız yazıları dərc olunandan sonra bir çoxları gördü Azdramanın gənclərinin birləşməyini. Və bundan da betəri ola bilər. Mən hətta buradan da mesajımı göndərirəm ki, əgər o bəzi insanlar var, ad çəkərəm, istəmirəm. Facebookda yazmışam kimdir, nəçidir, nə deyil. Onlara deyirəm ki, qorxsunlar. Çünki biz əgər ayrılsaq, pis olacaq o ad çəkir. Elnur, deyəsən bizim verilişimiz sona çatır və istərdim sən, bu belədir, belə 10 dəqiqəlik bir şeydir, amma sənə elə gəlir ki 10 dəqiqə azdır, yetərincə sözünü deyirsən. Ümumiyyətlə, bu verilişə münasibətin necədir? Uğurlar arzulayıram. Əslində çəkilişdən sonra yaxınlaşdınız. Mən düzdür, səhər 10-da gəlmişik, indi artıq 1-ə işləyir. Vaxta baxmayaraq, sən ümumiyyətlə pozitiv insansan. Yəni səni harda görsək adama müsbət enerji gəlir. Ona görə də verilişin də elədi. Uğurlar, ömrü uzun olsun. Qəribədir ki, mən də səni elə sayırdım. Arkası sən də məni elə sayırsan. Və biz həmişə qiyabi tanış olmuşuq. Biz bir dəfə yol gəlmişik, uzaq bir yoldan bir yerdə onda da heç vaxt danışmamışıq. Amma bugün elə danışdıq ki, bax mən elə istəyirəm ki, bu mehribançılıq çox davam eləsin bütün teatrlarda. İnşallah. Çox sağ ol Elnur ki, verilişimə gəldin. Çox sağ ol və mən minnətdaram və çox istərdim ki, bütün sizin gənclərdən Anar Heybətovdan, Rəşad Bəxtiyarov, hamısı, hər biri. Yəni, əgər mənim onlara çox da əlim çatmır, mən sizinlə qiyabi tanışam da. Heç bir problem yoxdur. Mənə kömək eləməyə hazırsın. Mən razıyam. Çox sağ olun və gələn görüşürük. Sağ olun. Mən sənə onda bugün dostluq danışdım. Niyə? Sən 5 dəqiqə danışdın, bu da 6 dəqiqə danışdı, çərənci.